qurma oyunlara gedirsən? Yox, mən elə şeyi sevmirəm həqiqətən. Yəni o biraz yaxşı deyil də. İnsan gərək olan şeydən danışmalıdır. Prosto mənə maraqlı gəldi. Çünki mən zəng vurdum ki, Tolik, məni efirə sal. Mən inşallah səhər efirə gələcəm. Bu məsələ nədir? Mənə bilsən nə maraqlıdır film? Bunu mənə necə deyərlər, kimsə zəng vurub deməyib ki, mən sənin haqqında gəlib nəyisə açıqlayacağım, sənin haqqında nəyisə deyəcəm. Mənim xəbərim yoxdur. Siz də mənə zəng vurdunuz ki, belə bir xanım bizə müraciət edib. edib. İnsan varmı bu camiada ya da ki, həyatda? Bax, ola bilər ki, bu camiadan olsun, ola bilər tanıdığın bir insan haqqına girdiyin ki, bax, bugün çıxırsan, deyirsən ki, mən nəfəslə duet oxuyuram, nəfəsə dəstək olursan, kiməsə, amma söz verib də haqqına girdiyin bir insan gəlirmi ağlıma? Ola bilər, ola bilər kimisə demirsən, indi mən Anongil baxır buradan, nənəndə öpür əməllərindən, kimə bilsə, bəlkə demirsən, alacağım, sən almamısan, nə bilim? Mən yenə deyirəm, kiminsə haqqına, əstağfurullah, mən girmərəm, ən pis günahlardan biri odur ki, kiminsə haqqına girəsən. Çünki mənə maraqlı oldu, ona görə mən sizə zəng vurdum ki, mən efirə gələcəm, məni efirə salın. Səhər-səhər yorğun arğın da, indi toydan gəlirik. Bəli. Yəni, biraz çətin olur. Amma nəyin bahasına olursa olsun, mən gələcəm efirə. Görək o kimdir, o xanım gəlib burada nəyi açıqlayacaq, gəlsin, açıqlasın. Şükür Allaha, hamı bilir. Sənlə bağlı son günlər bütün efirlərdə xanım ifaçılarla problem yaşayırsan. Ülviyə Namazova 1, Şəbnəm Tozlu, Qərbini qırdın 2, Vəfa Şərifova 3, indi də bir xanım çıxır, bilmirəm, müğənnidir. Onlar yəqin ola bilsin, çox istədiklərindən söz atırlar, ilişirlər, şirinliyim var. Şəbnəm Tozluya sən söz atmışsın? Yox, söz atmamışam Şəbnəm Tozluya. Yəni, mənim atamı sən məndən çox istəyə bilmirsən? Mən də Şəbnəm xanımın da özü ilə də danışdım, özünün də xətrini çox istəyirəm. Ona prosto dedim ki, gərək öz ürəyində saxlayardın da, o efirdə deməzdi, onu mən demişdim. Yəni, o kimsə pis yerə yozursa özü bilər. Yəni, mən özüm də Allah ölənlərinizə rəhmət eləsin, atadan biz yanıqlıyıq da, ata cavan için. Mənim də atam rəhmətə gedib, bəli. Yəni, indi kimsə, kim ölənlərinizə rəhmət. Yəni, valideynin, mən elə bilmirəm, yəni, pis olsun. İndi kimi üçünsə pissə özü üçün. Mən sonuncu dəfə İsa Şükürovun verişində sənin zəngündən bunu anladım ki, anavın adının televiziyada hallanmasını istəmirsən. Hə, mən ona... Çünki dedin ki, mənim anam bu camianın adamı deyil. Ki, anama görə, anam olmasını neyləsin? Mən bəs onu açıqladım ki, mən orada, mən əslində Ülviyə ilə danışmışdım da, Ülviyə ilə yəni münasibətimiz də indi bu günləri mehribanıq da, yəni indi durub biz bir-birinə düşman olası deyilik, hər dəfə toya düşürük bir yerə. Mən sadəcə ona əsəbləşdim ki, mənim cırlayan bir şey var axı. Sən çıxırsan deyirsən ki, anasına görə, anasının adını hallandırır hər dəfə belə. Mən də ona dedim ki, mənim anam show biznesi əhli deyil, axı sən durub elə hər dəfə Pünhanın anasına görə keçdim. Mən ona əsəbləşdim ki, o demədə, indi mənim də anam baxmadı, baxır, nəyi, harada, necə çəkmək lazımdır da. Pünhana bu camiyada kim nə eləyə bilər ki? Şükür Allaha, mən heç... Bu camiya qol gücü camiyasıdır, bu sənət meydanıdır. Bu sənət də çətin sənətdir. Çox çətin. Gərək burada özün öz ayağı üstündə dura biləsən, özün öz ayağı üstündə dayana biləsən. Gərək sən elə eləyəsən ki, birincisi hörmət qazanasan özünə. Mən özümə hörmət eləməsəm, mənə heç kəs hörmət qoymaz. Afərin. Yəni, mən kiməsə hörmət qoyuramsa, o da mənə hörmət qoymalıdır. Amma kimsə gələr, mən oturduğum yerdə söz ata, ilişəm, mən heç vaxt o keçmərəm. Pünhanı bugün təkrarlayanlar varmı bu camiyada? Deyərəm. Pünhana özünü oxşatmaq istəyənlər. Nöş yoxdur, Allah işlərini avan deyir. Eşitdim ki, bir-iki nəfər var addimə. Maşınımı değişirsən, o da gedir maşınını alır, ondan, nə bilim, bir cürə giyinirsə, o da bunu eləyir. Suzdura bilmir sənin kimi? Bir də görürsən, sənəti səninlə qiyaslanacaq qədər. Saçımı belə gedirəm, məsəl üçün də çoxdursa, azaldıram da saçımı. Görürəm ki, bu da elə eləyir. Allah işini avan eləsin, Allah ruziləri. Yox, mən istəmirəm vallahi çəkmək. Hər kimdir, Allah işini avan eləsin. Zeman, bu camiyə doğrudan da bax, gördün Pünhanı nədir? Çox çətin yerdir bura.